Bu məşhur suallardan biridir. Diqqət eləyək. A nöqtəsi, B nöqtəsi 40 dərəcəli paraleldə, D ilə C ekvator üzərindədir. A nöqtəsində hərəkətə başlayan təyyarə birinci təyyarə şərq istiqaməti 3416 kilometr A-dan B-yə. Nə qədər? 3416 km. Gəlin görək. Ekvator deməli 40 dərəcəli paraleldə 3416 kilometr neçə dərəcədir? Təbii ki, 40 dərəcənin 1 dərəcəli qoysa 85,4-dür. 85,4 görək neçə dərəcədir? 3416 bölək 85,4 elədi 40 dərəcə. Dəyərli yoldaşlar, A ilə D eyni meridian, B ilə C eyni meridiansa, avtomatik olaraq C ilə D də bu 40 dərəcədirsə, bu da 40 dərəcə olacaq. Çünki A ilə D eyni meridiandır, B ilə C eyni meridiandır. İndi nə deyir? Deyir ki, C nöqtəsindən hərəkətə başlayan ikinci təyyarə isə qərb istiqamətdə D məntəqəsinə çatmışdır. Aha. İndi mən birinci A-dan B-yə qədər 40 dərəcədirsə, görək C-dən D-yə 40 dərəcə neçə kilometrdir? Ekvator üzərində 40 dərəcə 4440 kilometrdir. Niyə? Çünki 111-ə vurdum. Deməli, həmin məsafə 40 dərəcə paralel üzərində 3416, ekvator üzərində 4440-dır. İkinci təyyarənin bu uçuşu 5,5 saata başa vurulacaq, onun orta sürətini tapın. Aha, bunu rahat şəkildə tapa bilərik. Elə 4440 kilometri biz 5,5-ə böləndə 4440-ı 5,5-ə böləndə eləyəcək nə? Yəni 1 saata tapdığında 807 kilometr saatda sürətlə hərəkət edir bu təyyarə. 4400 tənasüblə də yaza bilər. 4440 kilometr 5,5 isə 1x-ə bərabərdir. D variantı məlumdur. Sonra nə deyir burada? Dəqiqə. Xüsusi miqyası rahatdır. Dünya xəritəsində 30 dərəcə şərq zonu, 90 dərəcə qərb zonu arasında ən qısa məsafə 70 dərəcəlik paralel üzərində 30 sm olarsa, xəritənin bu hissəsi üçün xüsusi miqyas tapın. Dəyərli yoldaşlar, siz diqqət eləyin. Burada yenə də birinci belə aparan kimi tez 70 dərəcəlik, məsəl üçün 90 dərəcə qərb uzunluğu, bəli 30 dərəcə şərq uzunluğu toplayıb 70 dərəcəlik paralelin 38 1 dərəcəlik qövsünə vuranda da hesablaya bilərsiniz. Amma sualın buyuruşuna diqqət edin. Ən qısa məsafədir. Bəlkə bu qütbü aşmaqdandır. Bu əgər məsələn fərqli yarımkürədə 120-ni də 120-ni məsələn niyə 120 fərqli yarımkürə 120-ni vursa 38,2-yə gəlin baxaq görək. 120-ni vursaq 38,2 eləyir 4584 kilometr. Bu nədir? Paralel üzərində hesablamadır. Gəlin qütb aşmaqdan keçək, dəyərli yoldaşlar. 70 dərəcəli paraleldən hesablasaq, 70-dən baxın 70 dərəcəli paralel üzərindədir zaten 2 məntəqə ikisi də. 70-dən 90-a qədər 20, yenə də buradan da 70-ə qədər 20, 40 dərəcə. 40-ı da vururuq nəyə? 111-ə. Elədi 4440 kilometr. Deməli, paralel üzərində 4585-dir. Meridian üzəri qütb aşağında 4440-dır. Söhbət nədən gedir? Deməli, qütb aşmaqdan hesablaymış. Həmin xüsusi miqyas nədir? Xüsusi miqyas xəritədə tərif olan hissədir. Yəni, xəritədə paralel və meridianların həqiqi məsafənin xəritədəki məsafəyə nisbəti xüsusi miqyasdır. 4440-ı da 30-a bölməliyik. Və bu 30-a miqyas çıxacaq. Baxaq, 4440 bölək 30 eləyir 148 kilometr tərif olan hissə. Yəni, arxasında 5 sıfır salanda B variantı edir.